Bizim axtardığımız məsafə bax bu məsafədir. Bu mavi ilə göstərdiyimiz bu məsafədir. Deməli, müstəviyə qədər məsafə dediyinə görə bura 90 dərəcədir. Elə bu da 90 dərəcədir. Və həmçinin iki müstəvi arasındakı bucağı biz belə demişdik ki, onların kəsişmə tellərinə perpendikulyarlar endirərək göstərə bilərdik. Yəni əslində bu C-dən çıxan bu xətt, gəlin buna deyək CH. CH əslində perpendikulyardır AB-yə. Yəni düzbucaqlı üçbucağın düzbucaq təpəsindən gələn hündürlüyüdür. Onda A vur B, H vur C düsturuna görə 8 vur 6, H vur 10, H-a qalır 4,8. 4,8. Və yoldaşlar, bu bucaq 45 dərəcədir. Bu C də müstəviyə, C-dən çıxan parça da müstəviyə perpendikulyardır. Düz xətt bura perpendikulyardır. Burada 45-45-90 üçbucağı var. Yəni istəsən Pifaqorla ya da bizim 45-45-90-da qaydamız nə idi? 90-ın qarşısının, yəni hipotenuzu kök altda 2-yə bölməyi kifayətdir. O da qoşmaya vuranda 4,8 vur kök 2 bölü 2 oldu. 2,4 kök altda 2.